Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Mən bu gün istəyirəm sizlər üçün alkanlar və sikloalkanlar bölməsinə aid olan sınaq imtahanı var. Onun testlərinin izahatını verim. Keçək birinci suala. Deyir, birləşmədəki polyar və qeyri-polyar kovalent rabitələrin sayını müəyyən edin. Biz bilirik ki, birləşmədə polyar kovalent rabitə dedikdə biz burada hidrogenlərin sayını götürəcəyik. Qeyri-polyar kovalent rabitə dedikdə isə karbonlar arasındakı rabitələr nəzərdə tutulur. Polyar kovalent dedikdə hidrogenlərin sayı, üstə gələk. Baxın, burada hidrogenlərin sayına diqqət edirik. 3'ü burada, 2'si burada, 1'i burada, 1'i burada, 3'ü burada, 3'ü burada, 3'ü burada toplayıb tapırsınız. Qeyri-polyar kovalent rabitə isə 1, 2, 3, 4, 5, 6 dənədir. Və onu uyğunda hesablayıb müəyyən edirik. Keçirik ikinci sualımıza. Deyir, birləşməni beynəlxalq üsulla adlandırın. Ən uzun karbon zənciri seçilir. Gəlin baxaq. Ən uzun karbon zəncirini seçirik. Və görürəm ki, bu tərəfdən geçsəm 1, 2, 3-dən çıxır metil qrupu. Bu tərəfdən geçsəm 1, 2-dən çıxır metil qrupu. Deməli, mən bu formada nömrələyəcəm. 1, 2, 3, 4, bu da olsun 5. Və 2-dən metil çıxır, 3-dən də metil çıxır. Olacaq 2, 3 dimetil, metil, 5 karbonlu olan alkanın adı nədir? Pentan. Vəssalam. Üçüncü suala baxırıq. Hansı radikalın adı doğru deyil? Etil radikalı doğrudur. Üçlü butil, bəli, baxın, birli, ikili, üçlüdür, düpbədir. İzopropil. Fikir verin, şaxələnmiş propildir. Yəni C3H7 uyğundur, amma şaxə şəklindədir, düzdür. Bu propil deyil. Baxın uşaqlar, belə gəldikdə ya belə gedirsən, burada şaxə qalır, ya da belə gedəndə burada şaxə qalır. Propil radikalı budur. CH3, CH2, CH2, tri. Baxın, bu formada olmalıdır, hasılanmamalıdır. İkili butil, bəli, xətt çıxan karbon ikilidir və C4H9'a uyğundur, ikili butildir. Keçək dördüncü suala. Deyir, verilmiş birləşmədə neçə sigma rabitə sp3, sp3 orbitalların ötməsi nəticəsində əmələ gəlib. Və mən burada görürəm, bütün karbonlar sp3 hibridləşmədədir, çünki təşkilat rabitələrdir. sp3 karbondur, sp3 də karbondur. Mənə demək istəyir, sp3 karbonla sp3 karbon olan sigmaları müəyyən elə. Buyurun, biri bu, ikincisi bu, 3 bu, 4 bu, 5 də bu ikisi arasındadır. Baxın, sp3, 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 sp3. sp3 istəsəydi hidrogenləri müəyyən edərdi. Kesin növbətiyə deyir, eyni maddələri müəyyən edin. Gəlin baxaq. Baxın, ən uzun karbon zəncirini seçdim. Şaxə bu tərəfdən yaxındır deyə adı oldu 2 metil butan. Aha. Bəs burada mən baxandan ən uzun karbon zənciri seçildi və baxıram ki 2,2 dimetil propan. Aha. Keçirəm bunu adlandırıram. Görürəm ki bu 1, 2, 3, 4, 5 karbonludur. Pentan. Bəs bunu adlandıraq görək və bu şaxədir. 1, 2, 3, 4 belə nömrələyəcəyik və olacaq 2 metil butan. Düzdür? 1, 2, 3, 4. Aha, 4. Aha. Və mən gördüm ki 2 metil butan bir burada var, bir də burada var. Qalanlar isə müxtəlifdir. Keçsin növbətiyə. Birləşməsindən virus üsulu ilə alınan karbohidrogeni beynəlxalq üsuluna adlandırın. Baxın uşaqlar, biz nə edəcəyik? Broma qədər hər şeyi olduğu kimi yazırıq. Bax, elə bunun üzərində göstərirəm, yazdım. Sonra eyni şey geri qayıdıram. CH çıxdı qabağıma. Bu tərəfdən CH3, bu tərəfdən CH, buradan çıxıbdır CH3, buradan çıxıbdır CH3. Gördünüzmü? Eyni şeyi 2 dəfə köçürdüm. Və indi burada ən uzun karbon zəncirini seçməyə çalışacağıq. Baxaq. Buradan görən bir karbon, burada bir karbondur, bu tərəfdən 2'dir. Onda ən uzun karbon zəncirini seçək. Baxın, ən uzun karbon zəncirini seçək. Gəlin görün necə seçərik. Baxın, bu formada ya da digər formada fərq eləmir. Və mən görürəm 1, 2-dən metil çıxır, buradan da metil çıxır, buradan da metil çıxır, buradan da metil çıxır. 2-dən və 3-dən metil çıxır. Buradan da geçsəm 1, 2-dən və 3-dən fərq eləmir. Hardan sən git? 3, 4, 5, 6. Görürüm 2-dən də metil çıxır, 3-dən də metil çıxır, 4-dən də metil çıxır, 5-dən də metil çıxır. Onda olacaq 2, 3, 4, 5 tetrametil, tetrametil. Ən uzun karbon zəncirim nə oldu? Heksan. Çünki 6 karbon oldu. Və indi mən bunu silirəm. Görün belə bir ad varmı? 2, 3, 4, 5, 2, 3, 4, 5 tetrametil heksan. Doğru cavab olacaq Y variantı. Digər sualımıza baxaq, keçək variantı daha doğrusu baxaq. Aha. Keçək növbəti tərəfə.
Aha. Necə deyir uşaqlar? Növbəti 7-ci sualımıza görə nə deyir? Maddəni beynəlxalq üsulla adlandırın. Uşaqlar, mən görürəm ki, burada sikloalkan verilib. Baxın, 4 bucaq. Gəlin baxaq. Baxın, 4 bucaq. Aha. Və görürəm bu karbondan 2 dənə metil çıxıb. Bu karbondan isə, baxın, bu karbondan isə 1 dənə metil çıxıb. Onda çoxluq tərəfdən gedirəm. Fiquru biz nömrələyəcəyik. 1, 2, 3, 4. 1-dən metil çıxıb, 1-dən də metil çıxıb, 1, 1 və 3-dən də metil çıxıb, 1, 1, 3, trimetil. 4 bucaqlığın adı nədir? Siklobutan. 1, 1, 3, 1, 1, 3, trimetil siklobutan olacaq. Deyir, hansı maddələrin sink metal reaksiyasından metil siklopropan alınır? Metil siklopropan. Gəlin baxaq. 1, 2, dixlorbutan. Butan, arxadan qabağa. Butan 4 karbondur. Aha. 1, 2, dixlor. 1, 2, dixlorda yan-yana olmamalıdır sikloalkan alması. Yan-yana rəqəmləri silirəm. Burada yenə var mı? Yəni, yoxdur. 1, 3 dixlor. 1 və 3-dən dixlor çıxıbsa, xlorlar çıxanı xətt deyəndə görürəm əsas figurum olacaq. 1, 2, 3 bucaq və bir dənə də CH3 çıxacaq. Metil siklopropan olacaq. Uyğundur. Metil siklopropanda və görürəm ki, cəmi 4 karbon var. Burada görürəm metil var, butan var. Bu 5 karbon elədir. 3-ü silirəm. Metil var, propan var. Bu uyğun ola bilər. Baxacağıq. Dixlor butan bu da ola bilər. Gəlin baxaq. 1, 4 dixlor butana baxaq. 1, 2, 3, 4. 1, 4 dixlor çıxanda və xlorlar çıxanı xətt deyəndə adicə 4 bucaqlı olacaq. Siklobutan olacaq. Bu da uyğun gəlmədi. Onda deməli 4 uyğun gələcək. Gəlin baxaq görək necə alınacaq. 2 metil propan. 1, 2, 3. 2 metil. Aha. 1, 3 dixlor. Aha. Xlorlar çıxanı xətlədim. Bu xəttdən bu xəttə qədər saydım. 1, 2, 3. Yəni 3 bucaq və bir dənə də kənara CH sonunda metil siklopropan olacaq. Bu da doğrudur. Keçin növbəti suala. Deyir, karbon kütlə faiz 80% olan alkanda neçə sigma rabitəsi vardır? Alkan CnH2n+2-dir. Karbonun kütlə payı 80% necə tapılır? Karbonun kütləsi 12-ni bölüblər cəmi emerə 14n+2 vurublar 100-ə, alıblar 80%. Və burada da N-in qiymətini tapırsan, cəmi sigma rabitədir. Məsələn, tutaq ki, N-i tapdıq, məsəl üçün deyirəm 4. Bu oldu C4H10, tutaq ki. Burada cəmi sigma rabitənin sayını tapanda karbon sayından 1 çıxarsan, hidrogenin də sayının üzərinə gələcəksən. İndi 4 alınacaq, necə bilmirəm. Təxmini rəqəm olaraq atdım. Keçin növbətiyə. Deyir, molekulunda 12 S+ hibrid orbitalı. 12 dənə S+ hibrid orbitalı varsa, baxın, bir dənə karbonda 4 hibrid orbitalı var. 4-ü neçəyə vurublar, 12 alıblar. Deməli, bu 3 karbonluymuş. Alkan da deyirsə C3H8 imiş. Aha, hidrogen atomlarının sayını müəyyən edin. Cavab çıxdı. Növbətiyə baxırıq. Deyir, hansı rabitələr qırılıqda müvafiq olaraq ikili butil və izobutil alınır. Məsələn, mən buradan qırsam, bu hissəyə baxın, bu izobutildir. Gördünüz, izobutil deyirsə, 2-nin altında, məsələn, 3-cü rabitəni qırmalıyam. Çünki burada 3 şəkil var. Aha, 2-nin altında 3 axtaracam. Ya budur, başqa cavab yoxdur. Onu keçirik. İkili butil deyirsə, biri qıranda, bəli, baxın, baba, bu hissəyə baxın, ikili butildir. Doğru cavab olacaq variant. 12-yə baxırıq. 2 xlor propanın natrium metallə reaksiyasında alınan alkanı. 2 xlor propan, 1, 2, 3 propan, arxadan qabağa. 2-dən də xlor çıxıb. H3, H3. Natriumla reaksiyası deyirsə, görürəm 1 xlor çıxıb. Natrium gəlirəmsə 1 kişinin reaksiyasıdır. Maddəni birinci götürürəm xlorsuz olduğu kimi CH3, CH3, aha. Sonra ardınca başlayıram CH, CH3, CH3. Beynəlxalq üsulunu adlandırırsa, ən uzun karbon zəncirini seçdim. Buradan gəlsəm 1, 2-dən metil çıxıb, buradan gəlsəm 1, 2-dən metil çıxıb. Ona görə fərq eləmir, hardan istəyirsənsə gəl. Onda olacaq belə 1, 2, 3, 4. 2-dən də metil çıxıb, 3-dən də metil çıxıb. Onda 2, 3 dimetil, dimetil. 4 karbonlu olan alkanın adı nədir? Butan olacaq. Vəssalam. Bu qədər sadə və bəsit.
Uşaqlar, indi isə keçirik B variantına. Deyir, 1 molun tam yanmasına 108 qram su alınan alkanı müəyyən edin. Deməli, alınan su H2O 108 qrammış. Yəni, əmsalı nəymişsə, vurublar 18-ə, yəni 18x-ın 108-dir. X-a nə düşəcək? Deməli, 6 dəfə eləyə bilərikmi? Bəli, elə 6 dəfə. 6 dəfə 8, 48. Aha, 108. Deməli, burada suyun molu 6 mol H2O-ymuş. İndi mənə nə deyir? Deyir, bu alkanı müəyyəndir. Deməli, bu alkanın tərkibində neçə hidrogen olmalıdır? 12. 12 hidrogen olan alkan hansıdır? C variantı olacaq. Keçək növbətiyə. Bitirək uşaqlar. Növbəti suala baxır uşaqlar. Deyir, alkanın mol sayı 1 moldur. Yanması zamanı ayrılan suyun mol sayı M moldur. Deməli, M mol H2O alınıbsa, deyir, alkan molekulunda karbon atomlarının sayını müəyyən edin. Deməli, nə verilib bizə? 1 mol alkan, yəni CnH2n plus 2-dir. Və bunun yanması zamanı ayrılan suyun mol miqdarı M moldur. Amma əslində mən bilirəm ki, bu alkanın yanmasına alınan suyun moluna nə düşməlidir? M plus 1. M plus 1'imi deyir ki, N götür. Ona görə mən bunlara ştrix verirəm. N ştrix üstə gələk 1'imi deyir, N götür. Onda N ştrix nəyə bərabərdir? N çıxılsın 1'ə. Gətirib N ştrixlərin yerinə N çıxılsın 1 qoyaq. C, N çıxılsın 1. Hidrogen 2 vurulsun. Baxın, N çıxılsın 1, üstə gəlsin 2. Və mən burada, hidrogenə baxın, 2N minus 2 plus 2 ixtisar etdi. Qaldı 2. Və burada görürsünüzmü? Verilən şərtə də uyğun N-i vurdum. 2 elədi 2 uyğundur. Və karbon atomlarının sayını deyirsə nə olacaq? N minus 1. Və salam. Keçin növbətiyə. Görək növbəti testimizdə nə deyir? Deyir, 2,2 dimetil 3 etil pentan molekulu üçün uyğunluğu müəyyən edin. Neyniyəcək? Arxadan qabağa gəlirik, baxırıq, adı uyğun formulu tərtib edirik. Pentan 1, 2, 3, 4, 5. 2,2 dimetil, buyurun. 2-dən və 2-dən dimetil çıxartdım. Və 3-dən də etil çıxaram. CH2, CH3. Aha. Bura H, H2, H3, H3. Buyurun. Deyir, müəyyən edin. Birli karbon atomlarının sayı. Baxın uşaqlar, burada birli karbon atomlarının sayı hansılardır? Bu birlidir. Baxaq. Bu olacaq. Bu birlidir. Bu dörtlü. Bu üçlü. Bu ikili. Bu birli. Mən yazıram, siz özünüz artıq biləcəksiniz. Birli, birli, ikili. Bu da olacaq birli və salam sayıları müəyyən edəcəksiniz. Keçin növbət testimizə. Görün növbət testdə nə deyir? Növbət testdə deyir ki, maddəni beynəlxalq üsulla adlandırın. Və mən görürəm ki, deməli 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5 hamısında 5 karbon olur. Və elə ən uzun yol bu formada biz seçim eləyə bilərik rahat şəkildə. Və görürəm ki, ikinciden buradan gəlsəm, ikinciden metil çıxır, buradan da gəlsəm, ikinciden metil çıxır. Onda hardan istənsə gedirsən, nömrələyirsən, fərq eləmir. 1, 2, 3, bura 4. Bir dəqiqə, buranı silək. 1, 2, 3, 4, 5. Və görürəm 2-dən metil çıxıb, 4-dən də metil çıxıb, 3-dən də etil çıxıbdır. Olacaq 2, 4 dimetil, dimetil. Sonra ardınca görürəm 3-dən çıxıb etil, 3 etil. 5 karbonlu olan alkanın adı nədir? Pentan. Bu qədər sadə və bəsit. Baxın, bu formada yadınızda saxlayasınız. Sonra keçək növbəti sualımıza. Görək növbəti sualda nə deyir? Deyir, şaxəsiz quruluşlu karbohidrogenləri müəyyən edin. Baxın uşaqlar, ən uzun karbon zəncirini seçirəm, şaxa qaldı qıraqda. Ən uzun seçdim, şaxası qalmadı. Uzun yolu seçdim, şaxı qalmadı. Şaxəsiz deyirsə 2 ilə 3 olacaq. Şaxəli desə yalnız 1 olardı. 6-cı suala baxırıq. Deyir, molekulun hansı? Molekulunda bir adet dörtlü karbon atomu var. Uşaqlar, bax, bu ulduz qoyduğum karbon üçlüdür. Birli, ikili, üçlü. Hidrojenə birləşməni saymırıq. Karbonun karbona birləşməsi. 2 ədəd üçlü karbon atomu var. Bunu düzləyir. Bax, bu da üçlüdür. Bax, bu nöqtə qoyduğum. Bax, bu ulduz qoyduğum da üçlüdür. Görürsünüz, düzləyir. Oktanın izomi. Oktan olması üçün 8 karbon axtar. 1, 2, 3, 4, 5, 6, 7, 8 düzləyir. Adi şərtdə qaz hamdadır. Xeyr, 1, 2, 3, 4 qazdır. Cavab olacaq 2 ilə 3. Aha.
Baxaq sonra növbətiyə. Baxaq. Növbətiyə baxırıq. Deyir, metan üçün hansı ifadələr doğrudur? Metan budur. CH4. Deməli deyir, metan üçün hansı ifadələr doğrudur? Molekulunda 4 rabitə var. Bəli, molekulunda 4 rabitə var. Çünki CH4-dür. Baxın, bu formada yazacağıq. Sonra hidrogenlə bu doğrudur, 1 doğrudur. Sonra ardınca deyir, bizə dəqiqə şöyle bunu düzəldim. Aha. Deyir, hidrogenlə birləşmə reaksiyasına daxil olur. Xeyr, metan alkanlara aiddir. Alkanlar hidrogenlə birləşməyə girmirlər, səhvdir. Karbon atomu sp3 hibrid vəziyyətindədir, düz deyir. Ardınca baxırıq. Bromlu suyu rəngsləşdirir. Xeyr, bu səhvdir. Keçirik növbəti testimizə. Deyir, 2,2 qram alkanın yanmasından 0,2 mol su alınır. Alkanın formunu müəyyən edin. Deməli, nə deyir? 2,2 qram alkan CnH2 plus 2-dən alınıbdır 0,2 mol su. Mən də bilirəm ki, su alınanda alkanlarda hidrogen sayı N plus 2-dir deyə buraya N plus 1 qoy düşəcək. Qram deyirsə altdan 14 N plus 2 yazırsan, mol deyirsə əmsalını yazırsan N plus 1 yazarsan. Tənasibi həll elə, bu da sənin cavabın. 9-cu suala keçək. Deyir, sikloalkanın ikinci nümayəndəsinin bir molekulunda olan sigma rabitələrin sayını müəyyən. Sikloalkan CnH2-dir. İkinci nümayəndə N2 demək deyil. Bunlarda karbon atomu sayı N bərabərdir 3-dən başlayır. 3 bunun birincisidir, 4 bunun ikincisi. Deməli nə olacaq? C4H8. Və sigma rabitələrin sayı deyəndə bunlarda qapalı quruluşlu siklik quruluş olduğuna görə karbon-karbon arasında olan sigma rabitə sayı 4-dür. Karbonla hidrogen arasında olan 8-dir. Topladığım cavab neçə eləyir? 12. Keçin növbətiyə. Maddə molekulunda üçlü karbon atomları ümumi karbon atomlarının neçə faizini təşkil edir? Baxın uşaqlar, nöqtə qoyduğum bu üçlüdür. Buradakı karbon da üçlüdür və buradakı karbon da üçlüdür. Baxın nöqtə. Çünki bu hissələrdə, təpə nöqtələrdə karbonlar yerləşir. Sizə qəsdən birini açıq şəkildə verib ki, uşaq elə bilir ki, məsələn, bir dənə bu CH yazılan üçlü sayılır. Amma yox. 1, 2, 3 dənə vardır. 3'ü. Cəmi karbon atomu sayı 1, 2, 3, 4, 5. 5 bucaqlıdır. 5 dənə də karbon əlavədir. Deməli 10'dur. 10 karbondan 3'ü üçlü karbondur. Vururam 100%. Cavab edir 30%. Maraqlı sualdır. Keçin növbətiyə. Deyir ki, x-i müəyyən edin. Baxın, birinci mən baxıram alkanda ki, görüm simmetriya var, yoxsa qeyri-simmetrik quruluşludur. Tən ortadan böləndə gördüm simmetrikdir. Bu hissəni silirəm və xlor birləşdirirəm. Deməli, izopropil radikalına xlor birləşibdir. Görün, hansı cavab da var? Məsələn, D variantında. Sonra ardınca 12-də sonuncu sualda deyir ki, bir karbon atomuna 2 metil, baxaq. Bir karbon atomuna 2 metil birləşdirirəm. Buyurun, qeyd eləyək. Ardınca deyir, bir etil, CH2, CH3, bu da oldu etilimiz. Bir dənə də propil radikalı birləşdirilib. 1, 2, 3, yəni propil deyəndə 3 karbon çəkirik və şaxəsiz formada olmalıdır. Aha, mənə deyir ki, birləşməni beynəlxalq nomenklatura ilə adlandırın. Ən uzun karbon zəncirini seçdim və bu hissədən gedəndə görürəm ki, ən yaxın buradan düşür şaxələr 3, 4, 5, 6. 3-dən və 3-dən dimetil çıxıbdır və 6 karbonlu heksan. 3, 3 dimetil heksan doğru cavab A variantı olacaq. Bu qədər uşaqlar.